129-cu testin izahına baxırıq. Deyir, təyyarə Bakı ilə eyni enlikdə yerləşən, onunla 180 dərəcə coğrafi uzunluq fərqinə malik olan məntəqədən yola çıxdı. Bakı yerləşir 40 dərəcə şimal enliyində. Deyir, eyni enlikdə yerləşir. Eyni enlikdə yerləşdiyinə görə 40 dərəcə şimal enliyini çəkirik. Daha sonra Bakı yerləşir bu hissədə, şərq yarımkürəsində 50 dərəcə şərq uzunluğunda. Bakıdan 180 dərəcə şərq uzunluğunda yerləşən məntəqəmiz isə 130 dərəcə qərb uzunluğudur. Bu iki məntəqə arasında 180 dərəcə fərq var. Yəni bunlar əks meridianlardır və qütblərdə birləşir. Bir meridian çevrəsi yaradır. Bizə sual verir ki, bu məntəqədən 0 dərəcə azimutla, yəni şimala doğru hərəkət edir. Daha sonra 180 dərəcə azimutla da cənuba doğru hərəkət edir. Eyni meridian çevrəsi üzərində. Nə qədər hərəkət edir? 11.100 kilometr. Eyni meridian çevrəsi üzərində hərəkət edir. Meridian çevrəsində 1 dərəcəmiz 111-dir. 11.100 burada 11.100 kilometrin altından yazırıq. 11.100 kilometrdir. Dərəcəyə çeviririk. X də bərabərdir 100 dərəcə hərəkət edib. Deməli 40-dan 90 dərəcəyə doğru, 90-dan çıxırıq 40-ı, aradakı fərq nə qədər edir? Olur 50 dərəcə. Daha sonra 90 dərəcə qütbdənsə 180 dərəcə azimutla cənuba doğru 50 dərəcə hərəkət edir. Gəlir çıxır yenə deməli 40 dərəcə şimal enliyinə, 50 dərəcə şərq uzunluğuna. Deməli 40 dərəcə şimal enliyinə, 50 dərəcə şərq uzunluğuna. Cavabımız olur D variantı. 129-cu testin izahına baxırıq. Deyir, təyyarə Bakı ilə eyni enlikdə yerləşən, onunla 180 dərəcə coğrafi uzunluq fərqinə malik olan məntəqədən yola çıxdı. Bakı yerləşir 40 dərəcə şimal enliyində. Deyir, eyni